az bir vaxtdan düşünürəm ki, səmərəli istifadə elədik və maksimum çalışdıq ki, bu oyuna ən azından futbolçularımızı fiziki baxımdan hazırlamağa. Amma hər bir halda əvvəl qeyd elədiyim kimi bir oyunda əlavə oynasaydı bəlkə daha yaxşı olardı yoldaşlıq oyunu. Buna baxmayaraq futbolçularım çox istəkli idilər, çox intizamlı idilər və bu oyuna böyük əhəmiyyət verirdilər hər bir məşqdə və inanıram ki, sabah çox intizamlı bir kollektiv görəcəyik meydanda və rəqibin də düşərgəsində bəzi dəyişikliklər olur. Bu bəzən bizə mane olan amillərdəndir və komanda daha yığcam olacaq, daha intizamlı olacaq və daha istəkli olacaq. Buna baxmayaraq inanıram ki, ən azından çalışacaq ki, sizləri sevindirməyə, azarkeşlərimizi sevindirməyə ki, baxımlı oyun göstərməyə və inanıram sabahki oyunda ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq. Boa tarde a todos. Dia 20 de janeiro, há 26 anos atrás, um dia muito importante e triste para o país. Muitas pessoas saíram nas ruas para poder buscar a independência do país. Meus pêsames e que Deus os tenha. Minha opinião sobre o jogo, creio que vai ser um jogo muito disputado, um jogo muito difícil. Nos preparamos muito bem. Essa mini pré-temporada agora em Antalya foi muito importante para a gente, para voltar a confiança, para voltarmos a praticar o futebol que a gente sempre demonstrou. Bugün 20 yanvarda bilirəm ki, ölkə üçün çox önəmli, həm də çox kədərli gündür. 26 il bundan öncə çoxlu insanlar müstəqillik üçün küçələrə axışmışdı və çoxlu insanlar həyatlarını qurban verdilər və Allah onlara rəhmət eləsin deyirəm. Oyunla bağlı onu deyə bilərəm ki, bu Çempionlar Liqasıdır, çox önəmli bir oyundur bizim üçün. Bildiyiniz kimi biz Türkiyədə idik, orada mini bir hazırlıq keçdik, təlim məşq toplanışımız oldu. Yəni bu bizim üçün çox önəmli idi və inanıram ki və ümid edirəm ki, sabahki oyunda bu təlim məşq toplanışında işlədiklərimizi sabahki oyunda həyata keçirə bilərik. Buyur Kənan. Uğurlar arzu edirəm sabahki maçda. Qeyd edərsiniz ki, rəqibin düşərgəsindəki dəyişikliklər sizə mane oldu. Bu, demək olarmı ki, sizin planlarınızı pozdu. Həm də çünki uzun müddətli Nətopələrin baş məşqçilər, rəhbəri altında olan komandanı analiz edirdi. Son anda bu dəyişiklik sanki bir taktiki planda da planlarınızı pozdu. Düşünmək olar, çünki həqiqətən biz oyunlara baxırdıq da bu sezon yanvardan bu yana 3 oyun oynadılar, hansı ki həm fərqli heyət oynayırdılar, həm fərqli sistemdə, fərqli oyunun gedişatında fərqli hücumlar qururdular. Çox hər oyunda bir cür müdafiə olunurdular və ona uyğun hardasa işimizi aparırdı və birdən bu dəyişiklik istər-istəməz bəli bizim üçün sabah meydanda o qədər diqqətli olmalıyıq ki, hansı onların gedişlərinin qarşısını almağa və yaxud öz gedişlərimizi daha da yaxşılaşdırmağa. Amma buna baxmayaraq belə hallar olub, neçənci dəfədir bizim də belə bir oyundan əvvəl, vacib oyundan qabaq belə bir dəyişikliklər olur. İnanıram ki, əsas biz öz hazırlığımızı, öz oyunumuzu intizamlı oynasaq sona kimi və diqqətli olsaq, rəqibin nə etmək istədiyini meydanda düşünsək, məncə problem olmalı deyil. Bəli, təcrübəli rəqibdir, təcrübəli komandadır, bəli, ümumi özünə məxsus Alman intizamı var. Yəni, bunlar öz yerində. Buna baxmayaraq, bizim təcrübəmiz və bugünkü futbolçuların hazırlığı, inanıram ki, biz sabah öz oyunumuzu əvvəlki oyunlardan daha yaxşı oynasaq,
İnşallah inanıram uğurlu nəticə əldə edə bilərik. Amma həqiqətən bizim üçün biraz sürpriz oldu. Biraz fikirlərimiz belə deyək qarışdı. Orxan buyur. Sabahki oyunda mən də uğurlar arzulayıram. Pikalyo və Qurban müəllimə sualım olacaq. Pikalyoya sualım odur ki, yəni bu oyun Qarabağ üçün çox əhəmiyyətli oyundur və bu oyunu özü üçün, öz karyerası üçün yəni əhəmiyyətli oyun hesab edirmi? Sim, com certeza. Pelo tamanho da competição, pelo tamanho do jogo e por tudo que a gente pode fazer se ganharmos esse jogo, né? Creio que sim. Əminliklə deyə bilərəm ki, bəli, mənim turnirin nəhəngliyini nəzərə alsaq, oyunun vacibliyini nəzərə alsaq, doğrudan da bu oyun çox önəmlidir və qalib gələcəyimiz halda nələr olacağını təsəvvür edirsiniz. O yüzden əminliklə deyə bilərəm ki, çox önəmli oyundur bizim karyeramda. Qurban müəllim, uğurlar arzulayıram sabahki oyunda. Rəqib sabah gələcək Bakıya və Bakıda məşq eləməyəcək. Bunu son olaraq Chelsea komandası da belə eləmişdi və bir xal götürə bilmişdi. Yəni bu hal Qarabağ üçün bir üstünlük ola bilərmi? Yəni sabahki oyun üçün? Yox, məncə elə bir əhəmiyyət kəsb eləmir. Bəli, belə hallar olub, hətta bizim də belə getdiyimiz vaxt olub. Bu sadəcə öz proqramlarına uyğun belə qərar veriblər. Yəni elə də əhəmiyyəti inanmıram ki olsun və əlaqəsi bu belə bir oyunda, belə bir durumda. Uğurlar arzulayıram Qurban müəllim. Alexander Meyer komandanı hazırlayan məşqçi 13 il qabaq Qarabağa 3 gol vurub. İkisini burada vurmuşdu, birini Frankfurtda. Bu sizin üçün bir xüsusi əhəmiyyət kəsb eləyir. Bir də hava şəraitini soruşmaq istəyirdim. Hər hansı bir təsir ola bilər? Əminliklə deyə bilərəm ki, indi gol vura bilməyəcək bizə. Yəni sadəcə tanış simada əlbəttə ki, görmək çox xoş olar. Hava şəraiti normal, yəni olub belə hallar. Biz hər bir hava şəraitində meydanda intizamlı oynamağı bacarmalıyıq. Çünki futbol elə buna görə sevilir ki, istənilən hava şəraitində oyunlar olur. Çox nadir hallarda oyunlar təxirə salınır. Amma inanıram ki, hər iki komanda üçün eyni olacaq və elə də bir təsir olmalı deyil. Sabahki oyunda uğurlar. Qurban müəllim, bu qışda qısa bir pauza olub. Bu payızdakı tempi saxlamaq üçün bu pauzun hansı plusları var, hansı minusları var? Bizim üçün çox müsbət haldır. Ümumiyyətcə, əvvəl də fikirlərini bildirmişdim ki, bizim istirahətə çox ehtiyacımız var idi. Bəlkə bəzi komandalar üçün pauzanın çox olması, hansı ki, Avroliqada iştirak eləməyən komandalar üçün onlara bəlkə mane ola bilər. Amma bizə bunun düşünürəm ancaq faydası oldu. Ən azından bizim futbolçuların yorğunluğunu biraz azalda bildik və bəzi futbolçularımızın mikro zədələri var idi, onları bərpa eləyə bildik. Ola bilər, bir neçə oyun öz optimal formamızdan uzaq olaq, amma qarşıdakı ümumi uzun marafona baxsaq, həm bu iki oyun, həm çempionatda, həm kubok oyunlara baxsaq, bizə bunun ancaq faydası oldu və belə bizim üçün faydası oldu, amma digər komandalar üçün bilmərəm. Buyur Təbriz. Qurban müəllim, sabahki oyunda uğurlar arzulayıram. Bakıda futbolçuların keçidlərinin alınmamasının səbəbi nə oldu? Gözlənti çoxdur. Alınmalıdır. Görək, hər hansı bir mane olmasa danışıqlarımız yenə davam edir, amma ən azından transferimiz olmalıdır. Müzəffər. Sabahki oyunda uğurlar arzu edirəm. Sualım Bikalyoyadır. Yenidən man of the match olmaq kimi bir məqsədi var Pedronun?
meu objetivo é que a gente ganhe o jogo. Se eu vou ser o MVP ou não, pra mim não me importa. Deixa pra que depois do jogo, depois da vitória, se acontecer, eles escolham quem tem que ser. Yox, yəni belə bir məqsədim yoxdur. Əsas komandanın qalibiyyətidir. Təbii ki, əsas qələbə qazanmaq da oyundan sonra kim seçiləcək, o artıq başqa məsələdir. Belə məqsədim yoxdur amma. Miri buyur. Qurban müəllim, uğurlar arzulayıram. Bayaq qeyd elədiniz ki, daha çox yoxlama görüşü keçirmək istəyərdik. Yəni bunun alınmamasının səbəbi vaxt darlığı idi, yoxsa rəqib tapa bilməmək? Yəni istədiyiniz səviyyədə rəqib. Yox, vaxt sadəcə. Sadəcə vaxt. Sadəcə vaxt, bəli. Bir də Pedro'ya olar sual vermək istəyirdim. Pedro Bicalio'nun da adı çox tez-tez mətbuatda hallanır fərqli komandalarla. Hətta Qurban müəllim özü də bundan bir narazılıq bildirmiş. Sırf Bicalio ilə bağlı yox, bütün futbolçular. Yəni bu qışda da adı çox komandaların hallandı. Bu Eintrachtla çox vacib oyun öncəsi sırf özünün o oyuna fokuslanmaq sarıdan. Yəni bir problem törətdimi, yoxsa yalnız o fikirlər yox idi, yalnız Eintrachtın oyunu düşünürdü? Claro que não. Estou pensando somente no Karabakh, na nossa equipe, nesse jogo, porque, como disse antes, esse jogo pode ser, né, o jogo mais importante da minha carreira e creio que eu deixo isso daí pro Gurban, pros dirigentes do Karabakh, eu só estou pensando em jogar. Qətiyyətlə deyə bilərəm ki, bu mənim oyuna köklənməyimə heç bir maneçilik törətmir. Biraz öncə də qeyd elədim ki, bu oyun mənim karyeramın ən önəmli oyunudur və buna görə də tamamilə bu oyuna fokuslanmışam. O digər məsələlər, hamısı bunlar Qurban müəllimin, klub rəhbərliyinin işidir. Yəni mən oyunu fikirləşirəm ancaq. Başqa sualımız yoxdursa, var. Buyurun Reyhanə xanım. Qurban müəllim, əvvəlcə uğurlar arzu edirəm. Ajax-la oyundan öncə ötən dəfə hamıda, ümumiyyətlə komandada da bir rahatlıq var idi ki, rəqibdə müəyyən qədər rəqib xal qazanmamışdı və burada qələbədə müəyyən marağı yox idi. Amma komandada oyuna çıxanda müəyyən qədər rahatlığı hiss olunurdu və hesabda öndə olduğu halda sonradan qələbəni əldən verdi. Bu oyunda Eintracht Bakıya müəyyən itkilərlə gəlir, ciddi itkiləri var. Rəqib baş məşqçi bir neçə gün öncə istefa verdi, istefaya yollandı. İndi hazırda komandada futbolçuların vəziyyəti necədir? Yəni bu barədə futbolçularla söhbət aparmısınızmı? Ümumiyyətcə bu turnirin çəkisi çox ağırdır. Ümumiyyətcə bura tam fərqli bir yəni əsl futbol, yəni bu Çempionlar Liqasıdır. Yəni böyük futbol dedikdə, Çempionlar Liqası dedikdə biz bunu başa düşürük. Yəni burada rəqib komandanın, hansı ki Avropadan gələn komandanın bir problemi var deyə belə bir fikir biraz mən bunu qəbul eləmirəm. Çünki bunlar illər boyu 100 illərdir, 70-80 illərdir bunlar köklü bir klublardır. Bunların 1-2 oyuncusunun olmaması və yaxud klubda hansısa bir məşq dəyişikliyi olması belə bir oyunlarda onlara heç bir təsir olmur. Əksinə dediyim kimi onlara əlavə bir motivasiya verir və onların seçimləri çoxdur. İstənilən oyunçunu istənilən səviyyədə ondan da yaxşı əvəz edə biləcək bir oyunçu var. Sadəcə bu biraz bəzi fikirlər görsən olur. Sanki biz zəif komandaya qalib gələ bilmədik. Biraz belə bu fikirlər ola bilər ki, futbolçular əlbəttə ki, təsir eləsin. Amma buna baxmayaraq bizim bəli futbolçularla danışığımız olur ki, biz komandanın gücünü bilməliyik, komandaya böyük dəyər verməliyik və ona uyğun öz işimizi, öz oyunumuzu qurmalıyıq. Və belə bugün də fikirləşmirəm ki, rəqib tərəfdə, rəqib
düşərgəsində hansısa bir problem var. Sadəcə bu işin gedişatıdır. İllər boyu belə təkrarlanır və istər bizim çempionat olsun, istər digər ölkələrin çempionatları olsun və belə halların yəni tez-tez şahidi olmuşuq və bunlar buna hazırdırlar. Bunlar yəni təkcə bir nəfər idarə eləmir klubu. Bunlar illər boyu elə bir sistem qurublar ki, bu hallara hazır olduğunda belə bir addım atırlar və onlar bilirlər ki, nəyi nə vaxt etmək lazımdır. Amma əsas məsələ bizim üçündür ki, elə əvvəl Kənanın da sualında ki, biz bir cür hazırlaşdıq və qarşımızda fərqli bir rəqib görəcəyik. Amma buna baxmayaraq mən yenə deyirəm ki, biz ona görə mən illər boyu həmişə istəmişəm ki, biz öz oyunumuzu oynayaraq qalib gələk. Yəni öz bacardığımızı edərək meydanda qalib gələk ki, bizim belə hallarda hansı bir problemimiz olmasın. Buna görə biz əvvəldə qeyd elədiyim kimi, biz əgər öz hazırlıq planımızda baxmayaraq bir həftə olduq biz Antalyada, əgər oradakı düşüncələri, oradakı hazırlığı, oradakı əminliyi biz sabah meydanda göstərə bilsək, Allahın izni ilə biz yaxşı oyun göstərəcəyik və yaxşı nəticə əldə etmək gücündəyik. Amma əlbəttə ki, baxmayaraq rəqib Bundesliqadan gəlir və biz böyük qiymətləndiririk onu. Amma əlimizdə əgər şans varsa, niyə biz bundan istifadə etməyək? Biz sadəcə bu fikirlə oyuna fokuslanacağıq və inşallah inanıram ki, mən dəfələr bildirmişəm ki, biz çox şey bildirə bilərik, çox fikirlər, çox ideyalar verə bilərik, amma meydanda bunu həyata keçirən mənim futbolçularımdır, mənim döyüşçülərimdir və onlar da bugün buna özünü tam fokuslansalar bu oyuna ki, bizim əlimizdəki şansdan maksimum istifadə etməliyik. İnşallah inanıram ki, sabah sizi həqiqətən yaxşı bir oyun göstərəcək və yaxşı, ağıllı oyuna baxa biləcəksiniz, yaxşı texnikal oyuna baxa biləcəksiniz və mən futbolçularım bugün buna fokuslanmışam ki, biz öz oyunumuzu oynayaraq az qalib gələk, amma bugün biz öz oyunumuzla qalib gələk. Ona görə bu cür biz davam eləsək, bizim qarşıdakı illərdə, qarşıdakı vaxtlarda əgər bu tempi qoruyub saxlasaq, bizim 3 yox, 5 qalibiyyətimiz olacaq, 5 yox, daha artıq olacaq. Ona görə mənim ümumiyyətcə fikrim futbolçularımla danışıqlarımda bu cürdür. Buyurun. Qurban müəllim, xoş gördük. Həm sizi, həm Pedronu salamlayıram. Sabahki oyunda uğurlar arzulayıram. Sualım belə olacaq. Komandamızın heyətində Montiel transfer olduqdan sonra uzun bir müddət futbolsuz qalmışdı, formada deyildi. Lakin komandanın daxilində lazımi formaya gəlib çatdı. Ən azından siz ola bilər ki, belə düşünəsiniz. Və Ajax'la oyunda son dəqiqələrdə meydana daxil oldu və oyuncu öz səviyyəsini və texnikasını ortaya qoydu oynadığı 7-8 dəqiqə müddətində. Və sizin artıq qış fasiləsində düşünürəm ki, daha çox işləmək şansınız olub Montiel'lə. Sabahki oyundakı forma şansını nə qədər qiymətləndirirsiniz? Bəli, xeyli vaxt futboldan uzaq qalmışdı. Bugün ümumi durumu pis deyil, amma yəni futbolçu necə deyim, elə bir məxluqdur ki, ondan nə vaxt soruşsan deyəcək ki, mən optimal formadayam. Mən hazıram, mən 90 dəqiqə istənilən oyunda oynaya bilərəm. İstər bir ay məşq eləməsin, sonra bir gün, 2 gün məşq deyəcək ki, mən oynaya bilərəm. Amma ümumi reallığa baxsaq, bəli, bugün ümumən gələndən çox əziyyət çəkib Montiel. Ümumiyyətcə, həm ümumi hazırlığında problem var idi, həm sonra zədaldı məşqlərin gedişatında, həm oyun təcrübəsi. Ümumən belə çox peşəkarcasına yanaşdı öz işinə və mən razıyam bugün. Amma hər bir halda mən hələ bugün Montieli tam hazır hesab etmirəm. Yəni özü nə qədər məşqlərdə özünü yaxşı tərəfdən göstərsə də, yoldaşı oyunda yaxşı nəticə versə də, amma hələ mən tam hazır görmürəm onu. Çünki adam bir ildən çox futbol oynamayıb, istərsə belə həm gərgin oyunlarda, həm belə dinamik oyunlarda, həm belə məsuliyyətli oyunlarda onun daha da oyun təcrübəsinə çox ehtiyacı var. Baxmayaraq 27 yaşı var, 28 yaşı var. Amma ümumən belə bugünkü hazırlığından razıyam və inanıram ki, yaxşı hələ
daha yaxşı ola bilər, əgər bu cür davam eləsə. Və mən buna inanıram və inşallah mən də bir məşqçi kimi çalışacağam ki, onu daha da yaxşı bir səviyyəyə gətirməyə. Əgər o bu istəyindən qalsa, əgər özü bu cür peşəkar qalsa, amma belə ümumən bugünkü gün üçün onun hazırlığından razıyam. Buyurun. Qurban müəllim, hər vaxtınız xeyir olsun. Baku TV Emin Şəmsiyev, sabahki oyunda Azərbaycan təmsilçisinə uğurlar. UEFA Çempionlar Liqasının gərginliyini nəzərə alsaq, oyunların çətin olmağını və hazırlıq prosesini də nəzərə alsaq, bu Qarabağa ölkə çempionatına və ölkə kubokuna köklənməyə ümumiyyətlə maneçiliyi var, bir təsiri varmı? Təşəkkür edirəm. Ümumən təsiri olur. Yəni, özünüz şahid olmuşsunuz ki, bəzən belə oyunlardan sonra bizim xal itkilərimiz çox olub. Bu təkcə bizdə yox, ümumiyyətcə bütün Avropada belədir. Və biz şükürlər olsun Allah neçə ildir belə biraz öz yerimizi qoruyub saxlaya bilmişik öz çempionatımızda. Amma digər ölkələrə baxsaq, görürsən ki, çox problemləri olur. Hansı ki, hətta elə ölkələrin komandaları var ki, görürsən çempionluqdan sonra bu turnirdəki oyunlardan sonra öz liqalarında 7-ci, 8-ci, 10-cu, 12-ci yerlərdə gedirlər və xal itkiləri çox olur. Amma ümumən bəli, bizə maneçiliyi var. Çünki istər-istəməz bizim fikrimiz bu oyunlaradır, bu gərgin keçən oyunlaradır. Amma buna baxmayaraq bu hardasa müvəqqəti olur. Sonradan yenə köklənə bilirik digər oyunlara. Sadəcə biraz həm yorğunçuluq, həm biraz psixoloji gərginlik görürsən çempionatdakı oyunlara maneçiliyi olur. Və bu neçə illərdir biz bunu belə davam ilə gəlirik. Şükürlər olsun Allah pis alınmır, amma get-gedə futbol elə bir səviyyəyə gəlib çatır ki, əvvəlki illərdən daha çox güc sərf eləyirik, daha psixoloji yoruluruq, daha oyunlarda enerji çox itiririk. Biraz çətinləşir, amma hər bir halda bizim işimizdir, biz çalışmalıyıq ki, eyni səviyyədə qalmağa və bunun üçün bizim 11 futbolçumuz yox, 22-23 futbolçumuz var və belə oyunlarda, belə anlarda digər futbolçuların üzərində daha çox böyük məsuliyyət düşür. Və onlar da bunu anlayırlar və neçə illərdir bunu belə qoruyub saxlaya biliblər və bəzən bizim belə deyək, üzdə olan futbolçularımız görürsən komanda üçün onların faydası görünür. Onlar haqqında danışılır, amma bizim digər hansı ki ikinci heyət deyək belə, indi inanıram ki, futbolçularımın xətrinə dəyməz, sadəcə belə görünür, belə səslənir və o futbolçuların etdikləri bəzən bizim digər futbolçularımızın etdiklərindən daha da faydalı olur. Çünki biz o tempi qoruyub saxlaya bilməsək, biz o çempionatda, o oyunlarda biz qalib gələ bilməsək, biz növbəti il nə Çempionlar Liqasında iştirak edə bilərik, nə Avroliqada iştirak edə bilərik və yaxud digərində. Ona görə belə çətinlik var, amma sağ olsun futbolçularım bunu bacarırlar, bunu hələ ki bu tempdə qoruyub saxlaya bilirik. Əlbəttə ki, bəzən gözlənilməz məğlubiyyətlər olur, bu da futbolun qaçılmaz hissəsidir və belə inşallah inanıram ki, bizi qarşıda həm bu Avropa Çempionlar Liqasının oyunları, həm də ki maraqlı kubok və öz çempionat milli oyunlarımız gözləyir. Sağ olun, təşəkkürlər. Sabah görüşənədək.